Yunus qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Yunus Peyğəmbər tayfasının peşman olmasından, Allahın onları bağışlamasından xəbərsiz idi. O günlər idi ki, piyada yol gedirdi. Nəhayət dəniz sahilinə çatdı. Orada yola düşməyə hazırlaşan kiçik bir gəmiyə mindi. Gəmidə başqa adamlar da var idi. Yunus çox qəmgin idi. Kəndi tərk etdiyi üçün qəlbi çox narahat idi. Öz-özünə düşünürdü ki, nə olursa olsun əziyyətlərə səbr etməli idi. Azmış cəmaatın içində qalıb doğrunu deməyə davam etməli idi. Yunus Peyğəmbər artıq kənddən çıxmağına peşman olmuşdu. O bütün bunları düşünərkən qəfildən dənizdə güclü külək başladı. Dalğalar hündürə qalxaraq gəmini bərk silkələdi. Gəmi çox yüklənmişdi. Az qala batacaqdı. Onun batmaması üçün yükü azaltmaq lazım idi. Gəmidəkilər gəminin lazımsız yüklərini boşaltdılar. Amma gəminin yükü yenə də ağır idi. Gəmidə olan insanların sayı da bir nəfər azalmalı idi. Yoxsa hamı gəmi ilə birgə bata bilərdi. Bunu görən gəmidəkilər belə qərara gəldilər ki, gəmidə olan insanlardan birini dənizə atsınlar. Bu insanı müəyyən etmək üçün püşk atmalı idilər. Püşk kimə düşsəydi, o dənizə atılacaqdı. Beləliklə, püşk Yunusa düşdü. Yunus dənizə atılmalı, dənizdəki balıqlara yem olmalı idi. Lakin gəmidəkilər Yunusu çox sevmişdilər. Bu yaxşı insanı Allah onlara sevdirmişdi. Onlar Yunusun dənizə atılmasına razı olmadılar. Beləcə yenidən püşk atdılar. Püşk yenə də Yunusa düşdü. Yunus özünü dənizə atmağa hazırlaşırdı. Gəmidəkilər yenə buna razı olmadılar. Üçüncü dəfə püşk atdılar. Püşk yenə də Yunusa düşdü. Yunus artıq bu dəfə anladı ki, dənizə atılması Allahın öz istəyidir. Ona görə də püşk hər dəfə ona düşürdü. Bunda isə yalnız Allaha məlum olan bir xeyir var idi.